Yanvarın 22-sində Bakı Apellyasiya Məhkəməsində Bəhruz Səmədovun Qobustan həbsxanasına köçürülməsi ilə bağlı şikayətinə baxılıb. Məhkəmə zamanı onun və vəkilinin təqdim etdiyi bütün vəsatətlər təmin edilməyib. Səmədov psixoloji vəziyyəti ilə bağlı ekspertiziya və həbsxana rəisinin, eləcə də digər əməkdaşların şahid kimi dindirilməsini tələb etsə də, hakim bunu rədd edib. 2018-2023-cü illərdə Azərbaycanda təxminən 121 min universitet məzunundan 71 mini işlə təmin olunub. Dövlət Məşğulluq Agentliyinin məlumatına görə işə düzələn məzunların 58%-nin maaşı 400 manatdan aşağı olub. Bu dövrdə məzunları ən çox işə götürən qurumlar sırasında supermarketlər üstünlüyü təşkil edib. İspaniyanın Cartagena şəhərində sərnişin qatarının tikinti kranına çırpılması nəticəsində bir neçə nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır. Hadisə ilə bağlı həmin xəttdə hərəkət dayandırılıb. Son günlər ölkədə bir neçə ağır dəmir yolu qəzası qeydə alınıb. Bazar günü Andaluziyada sürət qatarlarının toqquşmasında azı 43 nəfər həlak olub. Yanvarın 20-sində isə Kataloniyada baş verən qəza zamanı maşinist ölüb.